Layer Style'da ikinci mövzu. Artıq ilk beşli ilə tanış olmuşuq. Necə işlədiyini, hara yaradığını, harda istifadə oluna biləcəyini müzakirə etmişik. Gəlin indi növbədə olan Color Gradient Pattern, Outer Glow və Drop Shadow mövzularını nəzərə salaq. Hər dəfə düz bucağını kopyalamamaq üçün artıq hazır materialları əlimizin altında saxlamışıq. Gəlin baxaq, görək Color Overlay nə işə baxır. Adı üzərində istənilən layerin, ki bu layer vektor olması şərt deyil, artıq bilirik. Mətn də ola bilər, vektor da ola bilər, piksel də ola bilər. Onun üzərinə rəng əlavə edin. İstənilən rəngi təyin eləyib, yəni biraz daha solğun rəng olsun. Şəffaflığına müdaxilə edə bilərik və ya rəng rejimlərinə müdaxilə edə bilərik ki, hər birinin sonunda fərqli effektlər alına bilər. Normal saxlayaq, əgər ümumilikdə məqsədimiz bütün layeri müəyyən rənglə bağlamaqdırsa, elə normal rejimdə də qala bilər. Gradienti təbii ki, ayrıca müvafiq layerlə işləyək. Gəlin yaddaşda qalsın deyə ən son verdiyimiz, tutaq ki, təxmini bu qırmızı rəngi elə burada da saxlayaq. Escape-i basıb çıxdığımız anda dəyişikliklərin heç biri yadda qalmır ki, biraz bundan əvvəl də məndə eyni şey oldu. Gradientə gəlirik, 2 dəfə tıkladıq, açdıq, Gradient Overlay. Ən sonuncu hansı gradientlə işləmişsinizsə burada həmin görüntü avtomatik bura düşmüş olacaq. Siyahını açsam gradient şablonları siyahısında Basic-də avtomatik birinci bordodan ağa belə bir rəng keçidi təklif edir. Niyə? Çünki sol tərəfdə alətlər panelinin aşağısında bordo rəngdən ağ rəngi, daha doğrusu foreground və background rənglərin bordo və ağda, ona görə gradient məhz bu iki rəngin arasında olacaq. Təbii ki, rəngi daha yeməli, maraqlı alternativi dəyişmək istəyiriksə, o zaman istənilən formada rənglərə, gradientin istiqamətinə, xətti və ya dairəvi olmasına, rənglərin yerinin dəyişilməsinə daha doğrusu buradan müdaxilə edə bilərik. Ümumiyyətlə, layer boyunca gradient çox geniş əraziyə yayılsınmı, yoxsa daha kiçik ərazidə olsunmu? Buna müdaxilə edə bilərik, 100% saxlayaq. Və ya standart ən çox sevdiyimiz xətti və dairəvi gradientin əvəzinə tamam fərqli gradient növlərini də istifadə edə bilərik. Gəlin bucağı da elə 0 dərəcədə saxlayaq və scale-i bəlkə biraz artıraq. Heç vaxt istifadə eləməyəcəyimiz bu gradientin xəttinə dəyməmək üçün bunları da burada saxlayaq. Və növbəti bizdə nə gəlir? Pattern. 2 dəfə tıkladıq. Ən son gradient vermişdi, elə onun qonşuluğunda da patterndir. Pattern'i aktivləşdirdim, amma biz hələ də pattern'i görmürük. Baxmayaq ki, preview aktivdir. Səbəb odur ki, gradient pattern'in üzərini bağlayıb. Layer məntiqi ilə, yəni ən yuxarıdakı layer digər layerin üstünü bağladığı kimi, bizdə layer style'da da hər növbəti effekt, altdakı effekt digərindən aşağıda qalacaq. Yəni ən azından bu halda biz digər hissəni görmürük. Yəni məsələn, color qoysam, color ən yuxarıdadır. Qırmızı rəng gradientin üstünü bağladı. Söndürək, gradient pattern'in üstünü bağlayıb, bunu da söndürsə artıq bizim mənasız yarpaqlardan ibarət pattern'i burada görmüş olarım. Siyahını açıb tamam fərqli pattern formalarını tətbiq edə bilərik. Adobe-un bizə təklif elədi. Ya da ən son sizinlə bura əlavə elədiyimiz balış üzü üçün nəzərdə tutulmuş bu güllü çiçəkli illüstrativ pattern'i də bura tətbiq edə bilərik. Pattern'in miqyası ki, yəni böyütməyə çox da tövsiyə olunmur, çünki rasterdir bu, pikseldir, böyütdükcə onun keyfiyyətləri orijinalından çox böyütdükcə keyfiyyətləri itməyə başlayacaq. Kiçikdə isə əsasən elə bir problem yoxdur. Outer Glow. Outer Glow bizim əslində bir glow layer style'ımız var. İçəri doğru işıq idisə, burada təbii ki, onun əksi olacaq, tərsinəsi olacaq. Çölə doğru işıqlanma. Buradan, kənardan kiçik ölçüdə görmək olar əslində ki, kənarda işıqlanma var. Burada isə çox da hiss olunmur. Olunur əslində mikroskopik vəziyyətdə. Mikroskopik ölçüdə. Niyə burada görürük? Burada görmürük. Səbəbi fondur. Çünki bir işıq, bir nur zülmətdə, qaranlıqda ancaq görünə bilər. Bir kontrast olmalıdır. Bizdə isə fonumuz kifayət qədər nurlu, pozitiv bir fondur. Yəni fonu tündləşdirsək əslində burada görünəcək. Və ya opacity-ni artıraq ki, daha kəskin işıq effekti olsun. Və ya ölçüsünü artıraq ki, o işıq effekti daha geniş areala yayılsın. Başqa burada nəyə müdaxilə edə bilər? İşığın rənginə, onun noise effekti ilə olub-olmamağına, kəskin və ya yumuşaq yayılmağına,
fərqli mənasız konturlarda yayılmağına ki, əslində mənasız deyirəm də bəlkə də işə də yaraya bilər ki, məsələn. Ancaq əsasən müdaxilə elədiyimiz parametrlər bunlardır. Elə bu şəkildə də saxlayaq. Ümumiyyətlə layer style'ların içində ən çox müraciət edəcəyimiz bir top üçlük yaratmaq lazımdırsa, o üçlükdə 100% fərqli situasiyalara görə fərqli yerlərdə ola biləcək drop shadow olmalıdır. Öz yerini almalıdır. Drop shadow'unu aktivləşdirdik. Burada çox da diqqət çəkmir. Burada da kölgə də yenə bir açıq fon üzərində daha yaxşı hiss olunur. Burada görə bilərsiniz, əslində hiss olunur, amma bir o qədər kəskin görə bilmirik. Səbəbi odur ki, distansı artırsaq, məsafəni çoxaltsaq, avtomatik kölgəni görmüş oluruq. Kölgənin rənginə də müdaxilə eləyək. Ümumiyyətlə tövsiyə eləmirəm kölgəni çirkli, mənasız qara rəngdə tətbiq eləməyi. Ən yaxşısı elə fonun rəngi, obyektin rəngini götürüb bütünləşdirsəz kifayət eləyər ki, kölgə effekti biraz daha səliqəli alınsın. Kölgədə biz nələri dəyişə bilərik? Şəffaflığa müdaxilə edə bilərik, məsafəyə müdaxilə edə bilərik. Kölgənin kənarları yumşaqmı olsun, sərtmi olsun ki, kölgə yəqin ki, yumşaq olsa bəlkə də yerinə görə daha yaxşı olar. Və bir də yenə də ənənəvi mənasız seriyadan kölgənin konturları və ya formaları. Biz əgər Photoshop'un əvvəlki versiyalarında layer style'da ancaq bir dəfə bir stildən istifadə edə bilirdiksə, bir stili bir dəfə tətbiq edə bilirdiksə, hal-hazırda Adobe imkan verir ki, biz ən azından bu 5 dənə effekti təkrar istifadə edək. Elə bunların da yəqin ki, ən faydalısı məhz drop shadow'dur. Plusu bastığımız anda ikinci kölgə də bura gələcək, eyni parametrlərlə. Fikir verirsiniz, burada heç bir şey dəyişmir. Gəlin belə eləyək. Realda da biz onsuz da foto manipulyasiyada tərəfdarıyıq ki, kölgə 2, hətta bəlkə mümkünsə 3 layerdən ibarət olsun. Yəni bir yaxın kölgə, bir ətraf kölgə, bir də daha ətrafı tündləşdirən zəif bir kölgə. O məntiqlə tutaq ki, daha realistik kölgə yaratmaq istəyirsə, ikincini hələ ki söndürək. Birinci daha distance az olsun, sayısı hətta bəlkə az qala 0-a yaxın olsun. Bir obyektin dibində əmələ gələn dib kölgəsi. Bu şərti addır bu təbii ki. Bu olsun, tündlüyünə müdaxilə edə bilərik. İkinciyə gəldikdə isə ikincisi artıq distance-ı bəlkə biraz azaldaq, bəlkə bir balaca tündləşdirə bilərik və biraz da opacity-ni artıra bilərik. Yəni söndürüb yandırıb baxa bilərsiniz. Yəni əvvəl ətrafda heç bir kölgə yox idisə, indi bir obyektin dib kölgəsi var, bir də onun ətrafında əmələ gələn ümumi kölgə. İşıq bir tərəfdən vurduğuna görə kölgənin də əks istiqamətə düşməsi daha yaxşı olar. Ona görə distance-ı bəlkə də burada artırmağımızda fayda var. Çox çirkli görünməsin deyə opacity-ni azalda bilərik. Ümumi olaraq bu, yəni iki kölgənin hesabına əslində daha maraqlı görüntü aldıq, nəinki ancaq bir kölgədən alınmış bu vizual görüntü. Təsadüfən hansısa bilərəkdən və ya bilməyərəkdən buradakı layer style'larını birini silsəz, yəni siyahıda olmasa panikaya düşmək lazım deyil. İstənilən anda FX bölməsinə müraciət edib bizə lazım olan silinmiş funksiyanı, layer style'ı geri qaytara bilərik. Layer style mövzusunu tamamlamaq üçün bir dənə məqama da diqqət edirək. Fikir verdinizsə bizim dərs boyunca Inner Shadow'da kölgə biraz fərqli formada idi. Amma hal-hazırda burada bir dəyişiklik oldu. O işin mahiyyətini, o dəyişikliyin mahiyyətini hal-hazırda istərəm ki, izah edeyim. Lazım olan obyekti seçdim, Inner Shadow'a diqqət çəkmək istərdim. Inner Shadow'a girsək, ümumiyyətlə işıq və kölgə ilə bağlı bizim daha iki layer'də, layer style'da belə bir funksiya var. Yəni işıq hardan düşür? Biz bunu artıq Bevel Emboss'da və Inner Shadow'da danışmışdıq. İşıq yuxarı sol tərəfdən düşdüyünə görə ki, biz də onu bilirdik ki, işığın hesabına bu həcm yaranıb. Avtomatik kölgə də onun əks istiqamətindədir. İşıq yuxarı sol tərəfdən düşdüyünə görə işığın çatmadığı hissədə daxildə kölgə var. Əks tərəfdə isə hər şey qaydasındadır və eyni şey bizdə kölgə üçün də keçərlidir. Bizim işığımız sol tərəfdən düşür, kölgə də əks tərəfə gedir. Bütün bunların eyni zamanda baş verməyinin bir səbəbi var. Məsəl üçün, mən gəlin Inner Shadow'unu dəyişim. İşıq soldan yuxarıdan deyil də sağdan yuxarıdan düşsün. Əla. Və bu təkcə nəinki bu, eyni zamanda bizim diqqət edirdisə, Bevel Emboss da dəyişdi və eyni zamanda kölgənin istiqaməti də dəyişdi. Müqəssir kimdir? Müqəssir bax budur. Use Global Light. Cinayətkar burada gizlənir. Qlobal olaraq mən bir sənədimdə, bir dokumentimdə, bir faylımda hal-hazırda
qlobal işıqlanmadan istifadə edirəm. Yəni işığın birinə müdaxilə elədimsə, avtomatik bevel embossdakı işıqda, drop shadowdakı işıqda ona sinxron dəyişəcək. Ona görə də məsəl üçün mən inner shadow'unu bu dəfə işıq ümumiyyətlə aşağıdan düşsün. Görürsüz, yenə sinxron olaraq hamısında bu öz əksini göstərdi. Bunun səbəbi odur ki, yəni hamısı hər üç parametr qlobal işıqlanmadan istifadə edir. Bir səbəbdən siz deyə bilərsiniz ki, okeyliyə təzədən daxil olaq. Deyə bilərsiniz ki, bəli, bevel embossda və drop shadow'da bu istiqamətdə qalsın, amma inner shadow'da mən məsəl üçün istərdim ki, ancaq burada nə bilim işıq düşsün aşağıdan, kölgə yuxarıdan mənə gəlsin. O zaman hop, use global light'ı söndürə bilərik. Və artıq istədiyiniz istiqamətdə işığı təyin edə bilərsiniz ki, buna uyğun da kölgə əməli gəlmiş olacaq. Görürsüz, digərlərində bu öz əksini tapmır, digərlərinə təsir eləmir. Global light ilə bağlı, yəni bilməli olduğumuz bu. Məncə layer style'da əsas vacib olan digər şeylərə də toxunduq. Sonda layer style'ın mövzusu olmasa da, amma birbaşa layer style'da izah oluna biləcək bir çoxlarının maraqlıdır ki, fərqini bilmədiyi bir məqama da toxunaq. Opacity və fillin arasındakı əsas fərq. Düzdür, biz bu opacity və fill mövzusuna blend modda biraz toxunduq, amma o əslində tam da istədiyimiz o deyil. Tutaq ki, inner shadow'unu buradan götürüb dartaq daha əvvəldən hazırladığım belə bir teksturanın üstünə. Tamam. Mən bu düzbucağını böyüdüm. Elə düşünək ki, bir beton teksturanın üstündə sanki tekstura yonulub içəri doğru kölgə yaranır, daxili kölgə yaranır teksturanın üstündə və yəni fotorealistik olmadan, fotorealizmə getmədən bunu layer style, opacity və fill ilə necə ala bilərik? Bununla bağlılığı nədir? İndi onu göstərəcəm. Girək içəri, yəni inner shadow'da nəyisə dəyişmək istəyirsə əslində gərək bura bax. Əslində yəni inner shadow gəl olsun, hə, dəyişmək istəyirəm. Inner shadow yuxarıdan olsun. Yəni işıq daha doğrusu yuxarıdan düşsün. Onsuz da bizim bu beton teksturadan da hiss olunur. Bura tündür, bura açıqdır. Yəni sanki yuxarı sol tərəfdə işıqlanma var. İşığın kölgənin rəngini də gəl elə fondan götürək. Betonun hansısa özündə də müəyyən bir çalar var. Ondan istifadə edək. Və biraz da kölgəni bəlkə də yumşaldaq. Distance-a da dəyə də bilərik. Hələlik ki, bu bəlkə də biraz da kölgənin tündlüyünü artıra bilərik. Mən əgər sadəcə fərqi hiss eləyəsə deyənə müvəqqəti olaraq girək bir stroke əlavə eləyəm. Stroke da belə diqqət çəksin deyənə qışqıran bir qırmızı rəng qoyacam. Və mən əgər gəlsəm bu layerin opacity-ni, yəni şəffaflığını tənzimləsəm, həm layer, həm ona verilmiş effektlər yarı şəffaf hal olacaq. Əla. Amma əgər mən istəsəm ki, effektlər qalsın, ancaq layerin özünün pikselləri yoxa çıxsın. Yəni fill odda, yəni layer doldurulub, həmin o doldurulmuş ərazini mən ancaq yığışdırmaq istəyirəmsə, amma effektlərə dəymək istəmirəmsə, o zaman biz fillə müdaxilə edə bilərik. Az olduğuna görə hiss olunmasa da, bizim əslində burada kölgəmiz var. Stroke və içəri verilmiş kölgə qaldı, içərisində isə həmin bu hissə isə ki, içəridəki piksellər vektorun rəngləri idi, onlar isə getdi. Hətta artıq bizə lazım olmayan stroke-u buradan silə də bilərik. Və qıraqda tıklasaq görək ki, bəli, doğrudan da inner shadow qalıb. Sanki bir beton teksturanın üstündə bir oyuq var. Amma bir səthi yonulubsa, böyük ehtimal ki, orijinal teksturadan ora biraz fərqlənəcək, tünd və ya açıq olmaqla. Yəqin ki, daha çox tünd olar, sanki ora işıq biraz az çatır. Biz belə təsəvvür eləyək. Color overlay verək, bir boz rəng vermişik axırıncı dəfə. Yəni bunun rəngini tənzimləyə də bilərik. Tamamən bağladı. Mən buranı istəmirəm axı belə olsun. Mən istərəm ki, bu rəng beton teksturanın üzərinə gəlsin. Rejimi qoyaraq normaldan multiply-a. Rənglər üst-üstə toplandı. Boz beton üzərinə gəldi. Beton teksturanın piksellərin üzərinə gəldi və onu daha tünd elədi. Və opacity-ni tənzimləyə bilərik, daha biraz şəffaf hala gətirə bilərik. Və qıraqda tıklasaq doğrudan da sanki kəskin formalı betonun üzərində bir oyma var. Burada bucağın istiqamətini dəyişib bu təəssüratı təbii ki, biraz fərqli formalara da sala bilərik. Distance-ı dəyişsək böyük ehtimal ki, bu effekt biraz daha fərqli olar. Ölçünü kəskinləşdirib yumşaltdıqca da bu görüntü tamam biraz fərqli halda alar. Fill-lə ümumiyyətlə opacity-nin məntiqi bu. Opacity effektlərlə bir yerdə bütün layerə şəffaflıq verirsə, fill isə
ancaq pikselin, layerin orijinal belə deyək ki, rənglərini, piksellərini yoxa çıxardır ya da yarı şəffaf edir, amma effektlərə, vizual effektlərə isə dəymir. Layer style ilə bağlı bilməli olduğumuz məqamlar bu. Baxmayaraq ki, günümüzdə bir dizayner kimi bu effektlərə ən azından əksəriyyətinə çox nadir hallarda müraciət edilir, amma istənilən an, gözləmədiyimiz bir anda bunlar bizə kifayət qədər kömək eləmiş olarlar. Ona görə də nəinki bizim izah elədiyimiz bu addımları atmaq, bunları təkrar etmək lazımdır. Eyni zamanda YouTube-da bol-bol dərslərə baxmaq lazımdır. Tövsiyə eləyərdim ki, çox fərqli layer style, Photoshop layer style ilə bağlı açar sözlərini axtarın. Görəcəksiniz orada hansısa mətnə, məsəl üçün loqotipə bir metallik effekt vermək, parıltılı bir effekt vermək, qızılı bir görüntü vermək, taxtadan, betondan çox fərqli teksturalardan, hətta nə bilim yanan loqo, parıldayan loqo, buzlu yazı və s. və ilaxır ən qədər fərqli variantlar görəcəksiniz. Onları təkrarlayıb tamam fərqli gözləmədiyimiz bir parametrə çox fərqli toxunuşlar eləməklə necə fərqli görüntü almaq olar, bunları görə bilərsiniz. Təkrarlayın, yadda qalsın. Layer style-ını anlamış olaq. 2 dərsdən ibarət geniş layer style dərsinin sonuna beləcə gəlib çatdıq. Biz isə növbəti fərqli bir yarım başlıqla Photoshop dərslərimizə davam eləyək, Photoshopda görüşək. Növbəti dərslərdə görüşənə qədər sağ olun.